Dünya gündəminə nəzər yetirək və yenə də ilk pillədə Ukrayna. Ukraynadakı müharibə postpandemiya dövrünə qədəm qoymağa hazırlaşan dünya iqtisadiyyatını yeni çağırışla üzbəüz qoyub. Qlobal iqtisadi artımın zəifləməsi həssas təbəqələrə daha çox təsir eləyən ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxarıb. Pandemiya dövründə artmış dövlət borcu, sanksiyaların təsiri altında pozulan təchizat zənciri dünya iqtisadiyyatının hansı təhdidlə üz-üzə qaldığını real göstəricisidir. Beynəlxalq Valyuta Fondu qlobal artımın 2021-ci ildə təxmin edilən 6,1%-dən 2022-ci və 2023-cü illərdə 3,6%-dək azalacağını proqnozlaşdırır. Bu proqnoz 2022-ci il və 2023-cü illər üçün bu ilin yanvarında proqnozlaşdırılandan 0,8 və 0,2% bəndi aşağıda. Müharibənin səbəb olduğu əmtəə qiymətlərinin artımı və genişlənən qiymət təzyiqləri bu il üçün inflyasiya proqnozlarının qabaqcıl iqtisadiyyatlarda 5,7%, inkişaf etməkdə olan iqtisadiyyatlarda isə 8,7% təşkil etməsinə gətirib çıxardı ki, bu da ötən ilin yanvarında proqnozlaşdırılan 1,8 və 2,8% bəndi yüksəkdir. Təbii ki, neqativ göstəricilərin kökündə Rusiya-Ukrayna münaqişəsi və pandemiya vacib rol oynayır. Bugün bütün dünyada qlobal inflyasiya hökm sürür, eyni zamanda iqtisadi resesiya dünyanın bütün bölgələrini əhatə etmişdir. Bu fonda dövlətlərin milli gəlirlərinin azalması həm də psixoloji duruma mənfi təsir göstərmişdir. Bunun dünyadakı ərzaq bazarlarında, kənd təsərrüfatlarının tədarük zəncirində baş vermiş problemlərlə yanaşı həm də qlobal pandemiyanın yaratdığı fəsadlar da. Rusiya və Ukrayna birlikdə Şimali Afrika və Yaxın Şərqdə taxıl idxalının 50%-dən çoxunu təmin edir. Şərqi Afrika ölkələri taxıl məhsullarının 72%-ni Rusiyadan, 18%-ni isə Ukraynadan idxal edir. Beləliklə, dünya ərzaq qiymətləri görünməmiş həddə bahalaşıb. Son illər Avropada cərəyan edən prosesləri də buna əlavə etsək, iqtisadi durğunluğun qaçılmaz olduğu bəlli idi. Avropada baş verən siyasi ixtişaşların özünə məxsus müəyyən səbəbləri var. Bunlardan biri pandemiya dövründə yaranmış olan qadağalardır. Onsuz da son illərdə Avropada yaşanan iqtisadi böhranla bir yerdə bu qadağalar, siyasi qadağalar bu problemləri daha da dərinləşdirdi. Son günlərdə buna bir də enerji böhranının yaratmış olduğu problemlər, xüsusən miqrant problemini buna əlavə etmək olar. Dünya yeni bir böhrana doğru irəliləyir. Dünya Bankının məlumatına görə 2021-ci ildə Azərbaycanda ticarətin ümumdaxili məhsula nisbəti 77% olmaqla orta dünya göstəricisini, yəni 52%-i əhəmiyyətli şəkildə üstələyir. Başqa sözlə, Azərbaycan dünya iqtisadiyyatına kifayət qədər inteqrasiya edib. Bu şərtlər daxilində eləcə də Azərbaycanın sərmayə axınlarını və nəqliyyat logistikada tutduğu mühüm mövqeyi nəzərə alanda dünya iqtisadiyyatında baş verəndən ölkəmizə nə dərəcədə təsir edə biləcəyini təsəvvür etmək olar. Düzdür, Azərbaycanda xarici borc ümumi daxili məhsulun 10,7%-ni təşkil etdiyi halda strateji valyuta ehtiyatlarımız milli iqtisadiyyatın miqyasına yaxınlaşır, başqa sözlə 6 illik idxalımıza kifayət edir. Azərbaycan makroiqtisadi göstəriciləri fonunda ölkəmizin kifayət qədər qalınlıqda təhlükəsizlik yastığı yaratdığı, əvvəlki böhranlarda qazandığımız immunitet və yeni geopolitik reallıqda ölkəmizin enerji və nəqliyyat logistika imkanlarına artan tələbat digər ölkələrlə müqayisədə üstünlüyümüzdür. Rüstəm Müşahisadə, Vüsal Qaraca, ASTV Xəbər.